İkinci Qarabağ müharibəsi zamanı xeyli sayda igidlərimizin qəhrəmanlıqları haqqında nəsildən nəslə danışılacaq hekayələr yazıldı. Xeyli sayda oğullarımız adını Azərbaycan tarixinə qızıl hərflərlə yazırdı. Belə oğullarımızdan biri də Gizir Əzizov Nəzər Ağacəlil oğlu idi. Nəzər 1991-ci il avqust ayının 28-də Kürdəmir rayonu Dəyirmanlı kəndində anadan olmuşdu. Kürdəmir rayonu Dəyirmanlı kənd orta məktəbinə təhsil alan Nəzər təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanır. Məktəb dövründə müəllimələr deyir ki, həmişə soruşurduq kim nə olacaq deyə. Həmişə Nəzər deyirmiş ki, mən qara maskalılardan olacağam. Xidmət dövründə hərbiçi həyatına aşiq olan Nəzər hərbi kursları keçərək gizir rütbəsi alır və vətənə xidmət etməyə başlayır. Anası oğlu Nəzər haqqında danışanda deyir ki, Nəzər uşaq vaxtı dava oyununu çox sevirdi. Uşaq vaxtı oyuncaq avtomat, tapanca ilə oynayırdı. Böyüdü, hərbi xidmətə getdi, gəldi, sonra hərbidə xüsusi təyinatlı qüvvələrdə xidmət etməyə başladı. Elə sevinirdi ki, o tək oğlum olsa da artıq mənim yox, vətənin oğlu idi. Aprel döyüşlərində iştirak etməsindən, Lələtəpə uğrunda döyüşməsindən heç xəbərimiz olmayıb. Biz sonradan oğlumun bu döyüşlərdə iştirak etdiyini bilmişik. Təlimlərdə idi, avqust ayından getmişdi. Demirdi, biz nə vaxt deyirdik, demirdi də. Müharibə başlayanda biz televizordan xəbər aldıq, ondan xəbər gəlmədi. İkinci Qarabağ müharibəsinin ilk günlərindən silaha sarılan Nəzər vətənin imdadına yetişir. Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir, dəfələrlə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxardır, onların həyatını xilas edir. Müharibədən sonra Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə cəsur döyüşçü vətən uğrunda medalları ilə və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilir. Amma arzusu idi şəhid olmaq. Çünki o yaxın dostları şəhid oldu. Özü şəhid olmadı, gəldi. Çox vicdan əzabı çəkirdi ki, hamı şəhid oldu, mən qaldım. O 2 il müddətində 2000 müharibədən qayıtdı, hətta Zəfər paradında da iştirak eləmişdi. Həmişə deyirdi ki, görəsən mən nə vaxt şəhid olacam, görəsən hansı şəhid yoldaşım məni öz yanına aparacaq. Həm də namaz qılırdı, hər namazında da dua edirdi ki, yəni Allah mənə şəhidliyi qismət eləsin. Müharibədən sonra xidmətinə davam edən Gizir Əzizov Nəzər 2022-ci il sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı təxribatının qarşısının alınması zamanı Kəlbəcərdə şəhidlik zirvəsinə ucalır. Şəhid Gizir Əzizov Nəzər Kürdəmir şəhidlər xiyabanında dəfn edilmişdi. Ailəli idi, bizə yadigar bir qız və bir oğlan övladı qalmışdı.